O divar dibi bura. Sonra palçıq vuruldu. O hissəyə palçığa ehtiyac yoxdur. Tam qabağı kəsilir. Misal üçün, belə deyim də. Bunun arxasında su geçsə, hardansa bir deşik tavaq su geçsə, qabağı boş olmalıdır ki, su axıb gələ bilsin. Bu qavuşçunun kəsdiyinə görə su burada şişib verə bilir arxaya. Yəni qarşısı kəsilməməlidir suyun. Su axım olmalıdır. Bu hissədə əzilmə olduğuna görə, uklon çox az olduğuna görə, baxın, burada su yığılıb qalıb, suyun ləkələrdir. Navalçanın içindəki bütün boya bu, yəni palçıqdır. Yəni bu təbii ki, yəni su buraxacaq. Belə vəziyyətdə olmaz. Bu dəmir bura qədər qalxmalı idi, üstünə qədər çölə də 1 sant qatdalanmalı idi. O da öz yerində. Bax, burada bir dənə 2-3 deşik var. Bunları boy listdən yox, şeydən hazırlayırlar, 2 metrəlik listlərdən hazırlanıb. O 2 metrəlik listdən hazırlanmamalıdır, belə kleyləməməlidir. Kleyin bir ömrü var, axırı buraxacaq. Sonra mismar vurub, məsələn üçün orada qalır. Mismar hamısı. Məsələ bu. Bu hissələr indi kleylidir. Yəni bunu biz də qoysaq bu formada kleyləyəcəksiniz. Əgər salıbsa bunu divara heç məsələn üçün dəqiq fikir vermək lazım. Belə deşikdir, belə yaxılmayan yerlərdir kleyin. Hamısı səliqə ilə düzəldilməlidir. Amma bir sözün navalca sistemi olduğuna görə dam ümumilikdə sökülməlidir. Bu ətəklərdə hal-hazırda yağış yağıb, su qalıb hamısında görsən. Bu hissələr həmin o birisi videoya baxsın, ağaran hissələrdir. Deyirdim su qalır, var, su qalıb. İndi bax bura, indi bax nə edəcəm. Belə damda ətəkləri hamısını, belə eləyirsən. Sular hamısı orada, yəni arxaya qayıtma ehtimalı olmur. Hamısı gedir qabağa. Belə vurursan, əyirsən aşağı ki. Su ətəkdə, hətta bu görünəndir bu formada. Bunun arxası ilə də, baba bu uc qalıb burada. Altın bax görürsən sudur. Bunun altına əl vururam. Bax sudur bütün. Amma belə eləyəndə artıq su qalmır orada. Su birbaşa tökülür aşağıya. Baxın, bu 8 metre uzunluğundadır. Bunlar 2 metre uzunluğundadır. Bax, bu sənin navalca sistemi. Opş. Bütöv. Yəni stiki yoxdur ki, hardansa buraxsın. Bax, izolyasiyanı çəkmişik bu formada. Amma kaş ki, izolyasiyanı reykanın altından vura bilərdi. Çünki sənin bu dəqiqə alçıpanların falan hamısı reykaya bağlanılıb deyə, atmalara bağlanılıb deyə biz reykaları sökə bilmədik. Söksək içərinin bütün remontu dağılardı. Ona görə məcbur buradan çəkdik izolyasiyanı üstündən. Navalçadakı bax gördüyün kimi bir dənə bu altdakı list bura qədər gəlib. Bunu bir dənə qapaq kimi düzəltmişik. Bunu da başını qattalamışıq. O kleyi vurmaqda məqsəd hər ehtimala qarşıdır. Amma orada kəsik falan yoxdur. Bütöv listi başı qattalanıb yuxarıya. Buradakı 30 santiyə yaxın harca oturub. Bu list bura qədər gəlib. Burada bir 5 santi çatmayıb burada. Biz bura qədər bir dənə də 30 vurmuşuq ikinci listi ki. Burada ən az su olan yerdir. Altına da ki dobro bir dənə kley gedib altına. Dobro kley vurmuşuq. Bütöv uklon o tərəfədir. Tərəzi atıb, yəni yoxlamışıq suyun. Plus da ki, ora dərin, bura çökəydi. Uklon tam var və bir dənə listi. Su qalsa belə içində stik yoxdur ki, su buraxsın. Bax, bu da yeni halı, bax. Kleyi maksimum qaldırmışıq içəriyə. Ora yarıq idi, salmışıq dəmiri onun içərisinə. Üstün kleyini dolduruq, qaldırmışıq bir yuxarıya. Görsən, dartmışıq, yuxarıya yapışdırmışıq tam-tamına. Harca bir 3-4 dəfə üstündən getmişik. Bu formada görsən, o hissələr də bütöv bağlanılıb, divarın üstü də bağlanılıb, çöllə bərabərə qədər. Bu penoplastın üstünə qədər görsən, hamısı bağlanılıb. Ətəyi də çıxıb qabağa qatlanılıb aşağı ki, oradan divarın üstündən də su getməsin. Navalçaydı, əvvəldə çəkdim bütöv axıra qədər. Bu hissədə 5 sant çatmırdı, 35 sant bura 40 sant kusok qoyub altına kleyləmişik, nəyi var. Uklon da qarşı tərəfədir. Bu tərəfə də görsən, belənçini qəşəngcə
Apşifka eləmişik buranda, bağlamışıq. Yəni açıq divar qalmayıb. Açıq heç bir şey qalmayıb. Yəni bu hissələrdə nəyi var? Kleydi. Navalçada da burada su dururdu. İndi hal-hazırda inşallah ki burada su durmayacaq. Uklonumuz var polnu. Bunların da hamısının ətəyi aşağıya qatdalanıb. Baş tərəfləri altında yuxarıya qatdalanıb və altına 20 sm, 10 sm-dan qubqa gedib. Yəni inşallah ki da bu vannadır. Yəni ta vaxtında təmizlənməsə, o deşik tutulmasa, yəni bura heç bir şey olandır. Əgər deşik tutulsa vanna kimi su dolub, onda buradan girə bilər içəriyə. Başqa halda qeyri-mümkündür.